Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında qanuna edilmiş dəyişikliklərə uyğun olaraq 1 yanvar 2026-cı ildən etibarən 60 vatt və yuxarı gücə malik, 1 iyuldan isə 25 vatt da daxil olmaqla 25 vattdan 60 vattadək gücə malik közərmə lampalarının istehsalı, idxalı, satışı qadağan olunur. Qadağa sənayedə işıqlandırmadan başqa, texnoloji funksiyalar üçün nəzərdə tutulan közərmə lampalarına şamil edilmir. Hesablamalar göstərir ki, LED lampalar közərmə lampaları ilə müqayisədə əhəmiyyətli üstünlüklərə malikdir. Məsələn, 15.000 saat, yəni 7 il istismar müddətinə malik 1 ədəd LED lampası 17 ədəd 1000 saatlıq közərmə lampasını əvəz edir. Eyni işıq axınının təmin olunması üçün 60 vatt gücündə közərmə lampasına qarşılıq cəmi 7 vatt gücündə LED lampası kifayət edir. 1 milyon ədəd 60 vatt gücündə közərmə lampasının 1 il ərzində istifadəsi 131,4 milyon kilovat-saat elektrik enerjisi istehlakına, bu enerjinin istehsalı üçün isə 29,1 milyon kubmetr təbii qaz sərfinə səbəb olur və nəticədə 63,6 min ton karbon emissiyası yaranır. Eyni sayda LED lampaya keçid zamanı isə elektrik enerjisi istehlakı, yanacaq sərfi və karbon emissiyası 8,6 dəfə azalır. Hazırda 2,7 milyon məişət abunəçisinin 50%-nin LED lampalara keçdiyi halda gündəlik işıqlandırma məqsədi ilə elektrik enerjisi istehlakı 4,86 milyon kilovat-saatdan 567 min kilovat-saata enə bilər.